ədədidir. Ədədləndir. Onların qiyməti 1 manat 50 qəpiyə. Baxın. Dua gülü. 33 manatdır qiyməti, əzizləyicilər. Zəhmət olmasa ekranı bəyənər. Sonra bizdə burada mini sifat filmlarımız var. Qəşəng mini sifat filmlarımız var. Salam, salam. Hoş geldiniz. Mini formada sifat filmlarımız. Ama ekranı beğensin. Ne oldu ki? O gitti. Ha. Bazar olsa alın. Allah razı olsun. Əzizləyicilər, hamı ekranı bəyənsin. Antiryum çiçəkləri möhtəşəm formada, şu xoşbəxtliyi adlanan gül. Özün də yaraşıqlısan. Allah razı olsun. Zəfəran soğanlarımız yoxdur, yox. Möhtəşəm antiryum çiçəkləri. Həqiqətən də çox gözəl formada. Əzizləyicilər. Evdə aparıb rahat formada saxlaya bilərsiniz. Neçə də acı. Əmin bu 15 manat olanı var burada. İndirimdə olanı da 15 manatdır. Bu 30 manatadır. Böyük formadadır, şaxəli formadadır. Krasulamız da var, bəli, var. 3 manata, 6 manata. Antiryum çiçəkləri həqiqətən də çox möhtəşəm güldür. Bu güllərin içində ən çox sevdiyim güllərdən biridir. Bu dəqiqə. 3 manata krasolalarımız vardı, əzizləyicilər. Həqiqətən də çox möhtəşəm güldür. Heç bir xüsusi bir qulluğu yoxdur və belə deyirlər ki, güya bunu evə qoyanda pul gətirir. Amma ki, mən elə şeylərə inanmıram. Amma elə deyirlər. Antiryum çiçəkləri, əzizləyicilər. Ən çox sevdiyim güllərdən biri. Şu xoşbəxtliyi adlanan bitki. 30 manatadır qiyməti. Baxın, baxın bu ölçülərdə. Üstü qonçəli mallardır. Baxın, sağlam formadadır. Sadəcə inanclar. Bəli, bəli. Belə deyirlər ki, güya bu sanseveriyanı evə alıb qoyursan və bu gül açanda həmən ili ev alırsan. Bunlar hamısı absurd bir şeylərdir. Yəni, mən elə şeylərə inanmıram. Elə deyirlər. Baxın, belə məlahət gülləri var. 25 manatadır qiyməti məlahət gülü. İldə bir dəfə açır və çiçəyi üstündə 6 ay qalır. Məlahət gülüdür, baxın, bu. Sizə də xahiş edirəm hamıdan. İzləyirsə Allah köməyiniz olsun. Zəhmət olmaz, ekranı hamı bəyənsin. Biraz böyükləri var bunun. Onlar da 6 manatadır. Əzizlər. Bir də ki 15 manata antiryumlar. Şu xoşbəxtliyi adlanan bitkidir bunlar. Zəhmət olmasa ekranı bəyənər və canlı yayın paylaşaq. Əziz izləyicilər. Sonra bizdə maraqlı həyət güllərimiz də var. Həyət güllər. Soğançalarımız var. Soğançaların kamelyamız yoxdur, yox. Əzizləyicilər, baxın, zambaq soğançaları 1 manat 50 qəpiyə. Mart ayında həyətimizin güllü çiçəyi görməyin istəyirsə, bizim mağazamız yaxınlaşıb bu soğançalardan əldə eləyə bilərsiniz, əzizləyicilər. Zəhmət olmasa ekranı bəyənək və canlı yayımı paylaşaq. Hər növ güllər satışda var, mağazamız yaxınlaşıb əldə eləyə bilərsiniz. Ardisiya güllərimiz vardır. Maraqlı ardisiya gülləri qiymət 35 manatdır.
Azalyalarımız var burada 15 manata. Azalya gülləri. Sentyabr ayından may ayına qədər çiçəkləyən azalyalarımız var. 17-18 manata satdığımız güllərdir. Orada Xədicə gülü qoyulmuş. O neçədir? Onun qiyməti 25 manatdır. Alıb əksər bitəcək 100%. Arxayın ola bilərsiniz. Bir də pelargoniya zonalni. Geranlarımız var burada möhtəşəm formada. 12-13 rəngdə heç yerdə olmayan rənglər bizim mağazada əzizləyicilər. Zəhvaran soğanı yoxdur. Zəhvaranın uca sezonu qutarır. Zəhvaran soğanı əkilmədi avqust ayında. İndi əkilən soğan bitmir. Ona görə də satışda yox. Bizdə gül açmırıq. Bunlara vitamin vermək lazım. Mağazamızda vitaminlər satışda var əzizləyicilər. Zəhmət olmasa ekranı bəyənək və canlı yayın paylaşaq. Hər növ güllərimiz satışda var. Mağazamız yerləşir. Təliyə bilərsiniz. Soğançalarımız. Soğançaların indi əkil vaxtıdır. Amma gələcək mart-aprel ayını soruşacaqsınız. Üzrə soğançalar. Bizdə mart-aprel ayında soğançalar olmur. Soğançalar indi olur və bunlar indi əkilməlidir. Mart ayında əkdiyiniz soğançaların heç biri atmayacaq. İndi əkilməlidir. Nə vitamini verir? Bu ilə də bağlı inşallah məlumat verəcəm. Zəhmət olmasa ekranı bəyənək və canlı yayın paylaşaq. Bunları indi mən bunları həyətə əkmişəm, amma sarmaşıq koymur. Nəyə əkmişsə həyətə? Hansı gül əkmişsiniz? Bir dənə ətraflı yazın, zəhmət olmasa. Zəhmət olmasa ekranı hamı bəyənsin, əzizləyicilər. Allah köməyiniz olsun ki, ekranı bəyənirsiniz, var olasınız. Onu həyətə əkmişsiniz, amma ne olur? Bir de bizde möhtəşəm pansiyetiyalar, qırmızı rəngləri 10 manata, səhrai rəngləri 15 manatdır. İndi əksəm şaxta vurmaq heç bir problemi yoxdur. Heç bir problemi yoxdur. Şaxta falan da heç eləməyəcək. Zəhmət olmasa ekranı bəyənək, canlı yayımı paylaşağın ki, qoy bunu hamı görsün, əldə eləsin. Həm bizim səhifəmiz də qalxsın. İnşallah sizlərin sayəsində. Soğançaları əkmişsiniz, heç nə, adi qaydada sulayın. Hasan görsə suya ehtiyacı var, su verin. Başqa bir xüsusi bir qulluqları yoxdur. Mən gülü çox sevən adamım, amma açmır. Ona ayrı vitamin var. Həyətə əkmişəm, sarmaşıq dolaşır, püskünü qoyur. Ola bilsin ki, sizin torpağında xəstəliyi var, ona görə olur elə. Zəhmət olmasa əzizləyicilər, ekranı bəyənək və canlı yayın paylaşaq. Salam, orxideyanın kökləri çürüyüb, nə edə bilərəm, hansı gübrə vermək olar? Əgər kök sistemi çürümə varsa, suyu azaldın və təcili sürətdə torpağını dəyişin. Salam, qadın xoşbəxtliyi hər qiymətə var. 8 manat, 15 manat, 36 manat və belə super antiryum çiçəkləri 30 manatadır. Salam, axşamınız xeyir, hər vaxtınız xeyir olsun əzizləyicilər. Yeni gələnlər xoş gəlib, zəhmət olmasa ekranı bəyənək. Həqiqətən də çox möhtəşəm güllərdir. Məlahət gülləri, antiryumlar, elma adı antiryum adlanan. Nə idi? Məndə fiyalka var, çiçək açmır. Baxın, hamının sualına cavab verirəm. Baxın, əzizləyicilər. Sizin də həyətinizdə, evdə güllər əgər çiçək açmırsa, bu vitamindən əldə edib güllərinizə verə bilərsiniz. Yəni, bu hər yerdə satılan vitamin deyil və bu o qədər keyfiyyətli bir vitamindir ki. Yəni, biz bundan özümüz də istifadə edirik. Həqiqətən də çox möhtəşəmdir. 6 manata da qiyməti. Amma ki, çox keyfiyyətlidir. Həqiqətən də çox super. Xrizantemaları paylaşmaq lazımdır.
oktyabr ayında açmaq lazım. Orxideya vermək, bəli, hamısına vermək olar. Orxideya, antiryum, spatifilium hamısına vermək olar. Həyətdə, evdə nə qədər çiçəkli gülləriniz var, solğun görünürsə, çiçək açmırsa, bundan verə bilərsiniz. Salam. Necə istifadə olunur? Belə deyim sizə. 3 qramlı şprislə çəkin, 1 litr suya qarışdırın. Hər 10 gündən bir də hərisinə 1 stəkan vermək lazım. Orxideya da vermək olar. Bəli, gül siyasi, bəli. Özü çox keyfiyyətli, vitaminli. İllərdir bu vitamindən mən satıram. Hələ ki şikayət edən olmayıb. Hətta mənə gəlib deyirlər çox faydalı vitamindir, çox gözəl vitamindir. 6 manatadır qiymət əzizləyicilər. Bizdə sonra burada möhtəşəm orxideyalarımız var. 25 manatdan başlayan qiymətdə 36 manata satdığımız gül 33 manatdan mağazamız yaxınlaşıb əldə edə bilərsiniz əzizləyicilər. Dekabristlərimiz vardı, 10 manatda mağaza yaxınlaşıb 8 manatdan əldə edə bilərsiniz. Alan Tüşlü ana ürəyi gül almışam, ipsəyi də götürmüşəm, indi də solur. Ola bilsin ki, aldığınız yer, həmən yer soyuq yerdir. Siz də risk istotlağa aparmısınız. İsti soyuğa düşübdir, başlayıb gülü solmağa. Ya da suyunu çox verməsiniz. Salam, bu vitaminin istifadə qaydası. İstifadə qaydası, əzizləyicilər, 1 litr suya 3 qram bundan əlavə edirsən, hər 10 gündən bir də verirsən. Fiyalkamız yoxdur, fiyalka gülü yoxdur. Fiyalkalar bu illər xəstə gəlirdi xaricdən, ona görə almadım. Məndə dekabrist yaxşı açmırsa, yenə deyirəm, bu vitamindən əldə edib verə bilərsiniz. Aha, anladıq. Allah köməyimiz olsun. Zəhmət olmazsa ekranı bəyənək, canlı yayın paylaşaq. Əzizləyicilər, antiryum çiçəklər 15 manata. Endirim istəyirsiniz, mən də sizə endirim eləmişəm. Antiryum çiçəyi. Apar evdə saxla 15 manata. Zəhmət olmazsa ekranı hamı bəyənsin. 15 manat əzizlər. Orxideyalarımız 25 manata var. 36-ya satdığım gülü 33 manata eləmişəm. Verirəm, yəni indirmişəm. Balaca oğlan məktəbdədir. Bir də bizdə 25 manata düşüb. 33 manata satdığımız gül 25 manat. İndirimlər ayın sonuna qədər. Ucuzu yoxdur. 15 manata da olur orxideyalar. Prosta onlar açıb solmuş vəziyyətdə. Elə mal satmırıq biz sağlam mal satırıq, keyfiyyətli mal satırıq. Zəhmət olmasa ekranı bəyənək. Dondu. Ola bilməz. İnternetimiz yaxşıdır. Donur ki, xına rəng orxideya istəyirəm. Var, bəli. Xına rəng ən tünd rəngin babıdır. Salam, sizdə liliya var. Soğanı var. Hal-hazırda liliyanın soğanı var. Liliya soğanının da qiyməti 1 manat 50 qəpidir. Ağ rəngdə açıb. Və bu antiryumlar, həqiqətən də bunlara var. Bunlar ən çox sevdiyim güllərdəndir. Çünki heç bir xüsusi bir bulluğu yoxdur. Mum orxideya, onun orxideyasıdır. Antiryum, möhtəşəm antiryumlar əzizləyicilər. Həqiqətən də çox superdir. Antiryum çiçəkləri. Salam, xoş gəlmisiniz. Zəhmət olmasa ekranı bəyənək və canlı yayıma da paylaşaq. Qoy hamı görsün bu antiryum çiçəkləri. Bu kişi xoşbəxtliyi güllərini qoy hamı görsün. $15 manat olanı da vardı, amma belə super iri açan formada 30 manatdır.
var, gülümün yarpaqları saralıb, büzüşüb. Bizdə belə bir şey ola bilər ki, siz onu yəqin ki, pəncərə qırağında saxlayırsınız və pəncərədən soyuq vurur, altdan da topleniyanın istisi, ona görə də bu gül isti soyuğa düşür deyə, ona görə məhv olur. Axşamınız xeyir, vaxtınız xeyir olsun. Baxın, 15 manat olanlar bunlardır. İstəyirsinizsə, har istəyirsinizsə yollayıram, problem yoxdur. 15 manat olanlar, baxın, bunlardır, əzizləyicilər. Yenə deyirəm, 15 manat olan bunlardır. 30 manata da ki, bunlardır, əzizləyicilər. Fikir verin, sağlam, şəffaf formadadır. Bunlara xüsusi qulluq ki, bunlara vitamin vermək lazımdır. Yəni, vitamin vermək lazımdır ki, bunlar vaxtında aça bilsinlər. Əslində, antiryum gülləri ilin bütün fəsli açır. Ağdaşa hansını yollayın, nəyi yollayın? Biz ancaq rayonlara soğanca göndəriblər. Amma ekranı bəyənsin əzizləyicilər. Vitamin baxın, bax budur. Universalni, hamısına gedən 6 manatadır qiyməti, ümumi 30 litr su üçündür. Ümumi. Salam aleyküm. Aleyküm salam. Hayırlı olsun. Sağ ol kardeş. Yok öyle. Hayırlı olsun, hayırlı uğurlu olsun. Numara var orada. İnşallah, hayırlı uğurlu olsun. Sağ ol. Sağ ol kardeş. Baxın əzizləyicilər, sizin də həyətimizdə güllər haqqında söyləmirsə, baxın, hamı bayaqdan Mehdini istəyirdi. Mehdi də məktəbdən gəlib yazıb. Salam dəyərli izləyicilər. Onun üçün yarısından gedib indi gəlir. Dəyərli izləyicilər. Oxamırdı, amma bu var ha. Bunun üstünə də bu qədər pul qoyuruq. Müəllim yanına aparır, hazırlığa da aparır. O zaman sen de onu istemiyorsun. Sen de köy. Antiryumlarımız 25 manat. Sağ olun ki. Allah razı olsun. Amma ekranı bəyənsin əzizləyicilər. Tıklıyaq dəyərli izləyicilər. Ekranda tıklıyaq. Antiryumlarımız dəyərli dostlar, dəyərli izləyicilər. Satışdadır. 30 manatadır qiymət əzizləyicilər. Məlahət gülü dəyərli izləyicilər. Məlahət gülü. Məlahət gülləri 25 manatadır qiymət. Manatdır. Gələcəm inşallah. Oxunmursa, gül səsləri axırda elə olur da bizdə. Oxumayan da bazara düzəlir. Dəyərli dostlar, bazı sevgi gülləri. 10 manatlı səhifədən gələn izləyicilərə 8 manat əzizləyicilər. Zəhmət olmadı, ekranı bəyənək və canlı yayın paylaşaq. Hansı güldür bu Mehdi? Sevinç gülü. Bunun adı Sevinç gülü adlanır, Spatiferium. Orxideya deyirlər bunu, amma Orxideyalarımız da var, amma möhtəşəm antiryumlarımız da var. Antiryum çiçəkləri. Amma ekranı bəyənsin, səni yazsam yolluya, problem yox. Allah sağ olsun, Allah razı olsun. Dəyərli izləyicilər, Zülfiyə gülü dəyərli, Zülfiyə. Ailəsində də bir ad qoymuş, o da Zülfiyə, nə bilim, hər şey, əzizlər. Hər şey qoymuş orada, sonra xəyalə güllər deyir. Xəyalə gülü, orxideya, xəyalə güllər də qoyurdu.
Onu da gösterməkdir. Ha değerli dostlar. 33 manata değerli. 33 manata satdığımız gül endirimdədir. Qiymət 25 manatdır. Bu ayın sonuna qədər bütün güllərimiz hamısı endirimdədir. Yəni bax fikir verin. 33 manata satdığımız 25 manata düşüb qiyməti. Sarmaşıqlarımız da 25 manatla gəlib əldə edə bilərsiniz. Endirimli Pamuklar salmışam. değerli izleyiciler. Şanslı pambuklarımız da vardı. Sonra əzizləyicilər, burada bizdə gözəl antiryum çiçəklərimiz də vardı. Orxideyaları göstər, Mehdi. Orxideya. 36 manata satdığımız malları 33 manata qoymuşuq əzizləyicilər. Bu çiçəyi bağçada yaşaya bilərmi? Yox, bunlar hamısı otaq gülləridir. Zəhmət olmasa ekranı bəyənir. Değerli izleyiciler. Dikkat bizler. 10 manatdır. Səhifədən gələn izləyicilərə 8 manatla əldə edə bilərsiniz. Bir də bizim YouTube səhifəmiz var, Xırdalan Gülçürük. Orada zəhmət olmasa abunə alarsınız. İnşallah maraqlı videolarımız olacaq. Oranı izləyə bilərsiniz və bir budaq orxideyalarımız 25 manata. Əzizləyicilər, Spatifilium ən böyük ölçüdə 35 manatlıq qiymət, ən böyük ölçüdə. Değerli dostlar, değerli izleyiciler. Benim ücret boyuma çatır. Bak, yapraklarında salama zat yoktur, çürümez zat. Her şey gözlerde ağappaq. Ekranı bəyənsin. Ben ekran